İlk 5 qayda pozuntusunda, 5 zərbə zərbəsində top komandanın öz qapısına vuruldu, üçüncüdən zərbə yerinə yetirilir. 6 və 6-dan sonra toplanmış qayda pozuntularında 10 metrlikdən yerinə yetirilir, 10 metrliyin şərtləri var. Topu oyuna daxil edən oyuncudan başqa digər bütün oyuncular 5 metr məsafə saxlayır, 4 saniyə ərzində yerinə yetirilir, top hərəkətsiz olmalıdır, canlı səddin qurulmasına icazə verilmir, ötürmə edə bilmərsən, qapçı maksimum 5 metrlər çıxır və geriyə ötürmə edə bilmərsən. Top geriyə hərəkət etdirsə, avtomatik olaraq həmən yerdən rəqib gəlib, sərbəst zərbə ilə topu oyuna daxil edəcək. 6 və 6-dan sonrakiları, bax, bura gəldik 10 metriyə. Gəldik, buradan vurduğumuza görə top geriyə hərəkət edə bilməz. Top geriyə hərəkət etdiyi an hakim kimi səsləndirir, sərbəst zərbə qeydə alınır, gəlirlər, sərbəst zərbəni yerinə yetirirlər. Bundan sonra gəldik, sərbəst zərbədən öz qapına vuruldu, üçüncüdən zərbədir. Yan xəttdən üçüncüdən zərbə, mübahisəli topda üçüncüdən zərbə. Burada bir dənə fərqli məqam olan zərbə zərbəsindədir. İlk 5 dənə də üçüncüdən zərbədir. 6 və 6-dan sonrakılar hamısında yerində sərbəst zərbə qeydə olunur. Vəssalam.